İnne əkrəməkum indəllahi ətqakum. Allahın yanında hörmətli, təqvalıdır. İslam sizi gətirib bu yerə çıxardıb, siz onu götürüb o İslamın öz şuarını, öz düsturunu götürüb qoymusunuz qırağa, ərəbliliyinizə fəxr eləyirsiniz. Ərəbliliyinizi çıxardırırsınız ortalığa, ərəbliliyinizlə elə bil ki, özünüzü hamıdan üstün hesab edirsiniz. Ərəbliliyə qalanda dünən siz belə idiniz. Daşlıqda yatırdınız, tikanlıqda yatırdınız, ilanlarla yatırdınız, bulaşmış sular içirdiniz, özünüz də sonra acı şeylər yeyirdiniz. Yəni, heyvanatın yedi. Ərəbliyi sizi niyə qoymurdu 20 il bundan qabaq o şeylərin qarşısına niyə almırdı? İslam gətirdi sizi bu yerə çıxartdı. İslam bu mədəniyyəti verdi. Kim gətirib deyib dişinizi yumaq çətin olmasaydı, mən sizə vacib eləyərdim onu. Kim gəlib deyib ki, məsələn də, salam vermək müstəhəbbidir, cavabını almaq vacibdir. Yaxşı, kim gəlib, məsələn də, insanlara İslam qədər şücaət və fədakarlıq öyrədib. İslam qədər insana vətən sevməyi öyrədib. Torpağı namus hesab edib. Elə deyir, namus, çox millətin dilində namus kəlməsi yoxdur heç. Necə ki, şəhadət kəlməsi yoxdur. Elədir, yəni dillərində şəhadət kəlməsi, bir kəlmə olsun öz dillərində, öz lüğətlərində ki, bizim şəhidə dediyimiz şəhadət kəlməsinin mənasını versin, heç o yoxdur. Bizim, məsələn, dinimiz gəlib deyir, torpaq namusdur. Biri gəlib, məsələn, deyir, din vətənpərvərliklə ziddir. Amma din deyir, torpaq namusdur. Bu necə vətənpərvərliklə ziddir? Yaxşı, Həzrət deyir ki, bunların namusunu sizi bu yerə gətirib din çıxartdı. Elm buradan yayıldı dünyaya, mədəniyyət buradan yayıldı dünyaya, əxlaq buradan yayıldı dünyaya. Siz onları indi dinin vasitəsilə gəlib elə bil, məsələn də bir dənə, məsələn dəvənin ya atın vasitəsilə, ya bir dənə maşının vasitəsilə gəlib çıxmışsınız bir dənə dağın başına, ondan sonra onun özünü oradan atırsınız aşağı. Və ona görə də Həzrət bu sözləri onların gözünə çəkir ki, siz deyir, belə bir vəziyyətdəyirsiniz, acı şeyləri yeyirdiniz.